Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 11 Mətin 54 53-54 53-54 ikisi bir ilə. Bunlarda deməli fikir eynidir. Eyni fikir ifadə olunur. Ona görə mən onların ikisini bir yerdə oxuyuram. Burada fəslin adı kainat forması, yəni Vishvarupa Darshana Yoga Sanskrit dilində. Tanrı'nın kainat formasından görür. Arjuna Tanrı'nın kainat formasının huzurunda durur. Tanrı'nın kainat forması deyəndə söhbət Krishna'nın Allahlığından gedir ki, Krishna Allah olduğunu göstərir. Ki Krishna adi insan deyil. Amma Krishna'nın adi insan kimi gördü o vaxtda hələ. Krishna baxmayaraq ki, mütləq həqiqətin ən ali aspekti özüydü. Amma orada yığışanların da əksəriyyəti bilmirdilər bu barədə. O dövrdə də Krishna'nı ən yaxşı halda qüdrətli mistik yox, qüdrətli şəxsiyyət sayırlar da çox. Amma ki o mütləq həqiqətin özüdür, ən ali aspektidir. Bunu heç kim bilmirdi, heç kim görmürdü. Çox nadir insanlar bilirdi bunu. İndi Krishna'nın mövqeyini Arjuna dəqiqləşdirir. Arjuna'ya bəhs eləmişdi. 11-ci fəslin əvvəlinci beyti yadınızdadırsa, kim yadındadırsa əgər. Mən xatırlada bilərəm. 11-ci fəslin ən birinci beytində Arjuna Krishna deyir ki, mərhəmət göstərərək mənə məxfi ruhi biliyi izah etdin. Sənin bu nəsihətlərini dinlədikdən sonra mən illüziyadan azad oldum. 10-cu fəsil mütləqi nəzəmətidir. 10-cu fəsil mütləqi nəzəməti. Burada Krishna özünün Allahlığını danışır, izah edir. Mütləq həqiqət Allah deməkdir də. Allah mütləq həqiqət Allahdır. Və Krishna da bunu danışır 10-cu fəsildə. Və bu Arjuna üçün bəs edir. Arjuna deyir, görürsünüz ki, mən illüziyadan azad oldum. Yəni mən daha hər şeyi başa düşdüm, bilirəm. Ey ali hökümdar olan ali şəxsiyyət, mən səni özün təsvir etdiyin kimi, sənin həqiqi formanda gördüyümə baxmaraq, indi səni bu maddi kainata hansı şəkildə daxil olduğunu görməyi arzu edirəm. Mən sənin bu formanı seyr etmək istəyirəm. Ondan sonra deyir. Sən kosmik formanı görə biləcəyimə əminsənsə, ey bütün mistik qüvvələrin sahibi Tanrı. Onda mənə mərhəmət edib, mənə sonsuz kainat mahiyyətini göstər. Sonsuz Allahlığını göstərir. Və bu Arjuna bizim oxuduğumuz 11-ci fəslin 1-ci, 2-ci beytlərində deyir. Ondan sonra Krishna özünün Allahlığını göstərir. Və Arjuna dəhşətə gəlir, heyrətə gəlir, qorxu hissi basır Arjuna. Sözün əsl mənasında. Ondan sonra xahiş edir ki, mənə 450 forma göstərdi. Yəni bu dəhşət bürüyücü formalarından Krishna kainat formasında bilirsiniz də çox dəhşətli formalar göstərir. Və Arjuna qabaqcadan hələ döyüş başlamamışdan qabaq Arjuna görür ki, necə bu orduların tanınmış şəxsiyyətləri Krishna'nın bu cür dəhşətli formaların açdığı ağızlardan necə od püskürür və bunlar necə onun dişlərin arasında əzilirlər. Və bunları kim görsə dəhşətə gəlməz və Arjuna dəhşətə gəlir. Krishna'nın kainat formasında dəhşətli obrazların olmağı, bax belə qorxunc formasının olmağın səbəbi biz canlı varlıqların maddi dünyada dəhşətli fəaliyyət həyata keçirməyimizdir. Biz dəhşətli fəaliyyətlər həyata keçiririk ki, Tanrı da bu cür formalar alıb, bu cür formalarını göstərməkindədir. Ona görə də bugünkü günün özündə də biz mühazirlərimiz birində bu arada danışmışdıq ki, nə dərəcədə hal-hazırda planetin üstündə
insanların fəaliyyəti dəhşət kateqoriyasındadır. Dəhşət. Sadəcə olaraq o necə deyilir, qrex совершаешь дважды перестает быть грехом. Deyir, günahı 2 dəfə həyata keçirəndə günahlıqdan çıxır. Adiləşir, normaya çevrilir. Ona görə sadəcə olaraq bizlər, bu dəmir dövrün biz insanları, biz bütün bu dəhşətləri normaya çevirmişik. Bildinizmi? Sadaladıqla qutaran deyil, sadalasam indi qutaran deyil. O qədər o dəhşətlərin siyahısı o qədər çoxdur ki, mən sadalasam qutaran deyil. Biri məsəl üçün, bircə dənəsini deyəcəm. Bircə dənəsini. İl ərzində nə qədər milyonlarla, milyardlarla inəklərin başına bıçaq qoyurlar, bir dənə ət yemək istəyindən ötürü. Bircə dənəsi bu. Elə bir dənə əsaslarından elə biri budur. Planetin üstündə, böyük şəhərlərin yanında milyonlarla, milyardlarla inəyin başına öldürürlər inəkləri çox dəhşətli şəraitdə. Və eyni zamanda da deyirlər ki, biz İsa Peyğəmbərin nəyə davamçılarıyıq. İsa Peyğəmbər də yazıq 10 ehkamdan bir dənə ciddi bir dənə ehkam qoymuşdu ki, öldürmə, öldürmək olmaz. Biz xristiyanıq deyib öldürürlər. Şila Prabhupada xristiyanların keşişləri ilə söhbət edir. Onlar deyir ki, İsa Peyğəmbər insanı nəzərdə tutub da, heyvan nəzərdə tutmayıb ki, biz heyvanı real canlı varlıq saymırıq. Ruh ancaq insanda var. Bax, bu da bunların təbliğatı. Ona görə Krishna özünün belə dəhşətli formalarını göstərir Arjunaya. Və Arjuna xahişi ki, indi Krishna özünün sadəcə olaraq dördəlli forması, Krishnanın cazibədar formasıdır. Gözəldir. Krishna gözəlliyin mənbəyidir. Məhəbbətlə, mərhəmətlə dolu forması. Krishna da göstərir və göstərəndən sonra da Arjunaya bu sözləri deyir. Oxuya-oxuya gəlirik. İndi 53 ilə 54, 55 nədir bunlar? Yekun Krishnanın Arjuna dedikləridir. Yekun olaraq. Bu fəsilə. 53-cü mətn belədir. Naham vedayir natapasa, naham vedayir natapasa, nadanena nachajyaya, nadanena nachajyaya, nadanena nachajyaya, daha doğrusu. Shakyam evam vidho drashtum, shakyam evam vidho drashtum, drishtavan asimam yatha, drishtavan asimam yatha. Tərcüməsi, transendental gözlərinlə gördüyüm bu formanı nə vedaları öyrənməklə, nə sərt zahidliklə, nə xeyriyyətçiliklə, nə də sitayiş etməklə dərk etmək olmaz. Məni həqiqətdə olduğun kimi görmək üçün bu yollardan heç biri yararlı deyil. Bu. Bhaktivedanta Swami Srila Prabhupadadan bu beytə qısa izahı. Krishna valideynləri Devaki ilə Vasudevanın qarşısında əvvəlcə 450 formada nazil olmuş, sonra isə 250 formasını qəbul etmişdi. Ateistlər və sədaqətli xidmətə meyli olmayanlar üçün, bu sirri dərk etmək çox çətindir. Savadlarını artırmaq üçün vedaları öyrənənlər Krishnanı dərk edə bilmirlər. Savadlarını artırmaq üçün vedaları öyrənənlər də Krishnanı dərk edə bilmirlər. Sadəcə olaraq məbədə gedərək Tanrıya sitayiş edənlər də Krishnanı dərk edə bilməzlər. Onlar məbədə getsələr də Krishnanı olduğu kimi dərk edə bilmirlər. Krishnanı sonraki beytdə özünün izah etdiyi kimi yalnız sədaqətli xidmət vasitəsilə dərk etmək olar. Bu 53-cü mətnin özü və qısa izahı idi. Bhaktivedanta Swami verdi. İndi 54-ü də oxuyuram. İkisinə bir yerdə siz indi görəsiniz ki, bunların ikisi də eyni səsləşirlər. Yəni, ikisini eyni bir yerdə izah etmək lazımdır. 54-cü mətn. Bhaktiyativ ananya shakya, Bhaktiyativ ananya shakya, ahamevam vidhorjunam, ahamevam vidhorjunam. Gatum drashtum chatatvina, gatum drashtum chatatvina, praveshtum cha parantapa,
Praveshtocha Parantapa. Parantapa Arjuna'ya müracaat. Parantapa Arjuna, yani Parantapa sözü tərcümə olunur sanskrit dilində. Ey qolu qüvvəli Arjuna. Ey qolu qüvvəli Arjuna. Parantapa. Beytin tərcüməsi. Əzzim Arjuna. Burada qolu qüvvəli sözünü buraxıblar. Ey əzzim qolu qüvvəli Arjuna. Yalnız mənə sədaqətlə xidmət edən insan məni qarşında durduğum kimi dərk edib bilavasitə görə bilər. Yalnız bu yolla sən mənim sirrimi anlaya bilərsən. Gördünüz? Bu. Beytin izahı. Aktiveden de Swami Prabhupa'dan burada biraz izahı uzundu. Ama istenilen halda okuyacağıq. Çünkü bunlar yekun izahlardır. Yekun metinlerdir. Krishna yalnız sədaqətli xidmət sayəsində dərk edilə bilər. Nüfussuz şərhçilər, avtoritet olmayan izah verənlər Bhagavad Gita'ya bilsinlər deyə bu beytdə o özü aydın şəkildə izah edir ki, Bhagavad Gita'nı mücərrəd mühakimələr vasitəsilə dərk etməyə çalışanlar vaxtlarını boş yerə sərf edirlər. Krishnanı və onun öz valideynləri qarşısında dördəlli formada nazil olub, sonra isə dərhal ikəlli forma almasını heç kəs dərk edə bilməz. Heç kəs. Veda ədəbiyyatını öyrənməklə, fəlsəfi mühakimələr yürütməklə bu şeyləri dərk etmək çox çətindir. Ona görə də burada aydın şəkildə göstərilir ki, hər adam üçün onu görmək və bu mövzuları dərk etmək mümkün deyil. Lakin Veda ədəbiyyatını uzun müddət öyrənən adamlar oradan Krishna haqqında çoxlu məlumatlar toplaya bilərlər. Veda ədəbiyyatında çoxlu qayda və təlimatlar vardır və Krishnanı azca da olsa dərk etmək istəyən insan onlara əməl etməlidir. Bu prinsiplərə müvafiq olaraq insan zahidliklə məşğul ola bilər. Məsələn, Canımaştami, Krishnanın nazil olduğu gün və Ekadaşı günləri, təzə və bədirlənmiş ayın 11-ci günləri pəhriz saxlamaq olar. Bu, zahidlik kateqoriyası. Xeyriyyəçiliyə gəldikdə isə iyanə Tanrıya sədaqətlə xidmət edən, Krishna fəlsəfəsini yaxud Krishna barədə biliyi bütün dünyaya yayan Krishna fədailərinə verilməlidir. Xeyriyyəçiliyə gəldikdə isə iyanə, nəzir, Tanrıya sədaqətlə xidmət edən Krishna fəlsəfəsini yaxud Krishna barədə biliyi bütün dünyaya yayan Krishna fədailərinə verilməlidir. Krishna şuuru bəşəriyyətə verilmiş xeyir duadır. Rupa Goswami Shri Chaitanyanı ən səxavətli şəxsiyyət hesab edirdi. Çünki o əldə edilməsi çətin olan Tanrıya məhəbbəti səxavətlə hamıya paylayırdı. Kim? Shri Chaitanya Mahaprabhu. Beləliklə, əgər insan Krishna barədə biliyi yayan şəxsə bir qədər pul verirsə, bu dünyada ən böyük nəzir və iyanədir yaxud. İnsan təyin olunmuş üsulla məbəddə sitayiş edirsə, Hindistanda məbədlərdə adətən Vishnunun, Krishnanın murtisinə ibadət olunur. O görə də insan təyin olunmuş üsulla məbəddə sitayiş edirsə, bu ona ruhi yolda inkişaf etmək üçün imkan verir. Sədaqətli xidmətə təzə başlayanlar üçün Tanrıya məbəddə sitayiş etmək çox vacibdir və bu Veda ədəbiyyatında Shvetashvatara Upanishad 6.23-də təsdiq edilir. Yasya deve parabhaktir yatha deve tatha gurav tasyayita kathita yartha hiyartha prakashananda mahatmana prakashante mahatmana. Uca Tanrıya sadiq olan və sidq ürəklə inandığı ruhani ustadı tərəfindən istiqamətləndirilən insan Allah ali şəxsi görə biləcək. Uca Tanrıya sadiq olan və sidq ürəklə inandığı ruhani ustadı tərəfindən istiqamətləndirilmiş insan Allah ali şəxsi görə biləcək. İnsan mücərrəd mühakimələri köməyi ilə Krishnanı dərk edə bilməz. Həqiqi ruhani ustadın rəhbərliyi altında təlim keçmədən insan Krishnanı dərk etməyə başlaya da bilməz. Burada işlədilən mu sözü, tu sözü. Burada işlədilən tu sözü onu bildirir ki, Krishnanı dərk etmək üçün başqa bir proses
nə tətbiq edilə bilər, nə də uğurlu nəticələnə bilər, nə də tövsiyə edilə bilər. Bundan başqa bir proses. Krishnanın ikəlli və dördəlli şəxsiyyət formaları onun Arjunaya göstərdiyi müvəqqəti kainat formasından tamamilə fərqlənir. Dördəlli Narayana forması və ikəlli Krishna forması əbədi və transcendentaldır. Halbuki Arjunaya göstərilmiş kainat forması müvəqqətidir. Sudurdarsham, yəni görmək çətindir. Dırnaq arasında. Görmək çətindir. Sözü onu bildirir ki, indiyədək heç kəs bu kainat formasını görməmişdi. Sudurdarsham, eləcə də bu formanı fədailərə göstərməyə ehtiyac olmadığını bildirir. Bu formanı Krishna Arjuna'nın xahişi ilə o məqsədlə ona göstərmişdi ki, gələcəkdə insanlar özünü Tanrının mücəssəməsi elan edən adamdan kainat formasını göstərməyə xahiş edə bilsinlər. Əvvəlki beytdə tez-tez işlədilən na sözü o deməkdir ki, insan Veda ədəbiyyatındakı nəzəri biliklərə yiyələnməsi ilə çox da fəxr etməməlidir. Əvvəlki beytdəki na. Necə deyir burada? Naham vedayır na tapasa, na danena, na çeciyaya. Na söz. 1, 2, 3, 4 dəfə na söz işlədilir. O da bunu burada Şrila Prabhupada burada izah edir. Ona görə bu iki beyti bir yerdə oxudum. Əvvəlki beytdə tez-tez işlədilən na sözü o deməkdir ki, insan Veda ədəbiyyatındakı nəzəri biliklərə yiyələnməsi ilə çox da fəxr etməməlidir. O, Krishnaya sədaqətlə xidmət etməlidir. Yalnız bundan sonra o, Bhagavad Gita şərhlər yazmağa cəhd edə bilər. Kainat formasından sonra Krishna dördəlli Narayana formasını göstərir və nəhayət özünün ikəlli əzəli formasını alır. Bu, onu göstərir ki, həm dördəlli forma, həm də Veda ədəbiyyatında təsvir edilən digər formalar Krishnanın əzəli olan ikəlli formasının emanasiyalarıdır. Bax, bu buna sübutdur. Hansı ardıcıllıqla Krishna nələri göstərirsə, bu ona sübutdur ki, həm dördəlli forma, həm də Veda ədəbiyyatında təsvir edilən digər formalar, yəqin ki, təbii ki, kainat forması da onun içindədir. Krishnanın əzəli olan ikəlli formasının emanasiyalarıdır. O bütün emanasiyaların mənbəyidir. Krishna nəinki şəxsiz aspektdən, hətta bu formalardan da fərqlənir. Krishna nəinki şəxsiz aspektindən, hətta bütün bu formalardan da fərqlidir Krishna. Krishnanın dördəlli formasına gəldikdə isə aydın şəkildə deyilir ki, hətta ona ən yaxın olan dördəlli forma kosmik okeanda uzanıb nəfəsi ilə saysız-hesabsız kainatlar yaradan Mahavishnu da uca tanrının ekspansiyasıdır. Brahma Samhita'da 5.48'də bu belə deyilir. Yasyayka nishvasita kalam athavalambya Yasyayka nishvasita kalam athavalambya Jivanti loma vilaja jagadandanatha Vishnur mahansa ihayasya kala vishesho Govindam adi purusham tamaham bacami. Tərcüməsi. Nəfəs almaqla saysız-hesabsız kainatlar yaradan və onları daxilinə alan Mahavishnu Krishnanın tam ekspansiyasıdır. Buna görə də mən bütün səbəblərin səbəbi olan Govindaya Krishnaya sitayiş edirəm. Bu, Həzrət Brahmanın duasıdır. Dörtbaşlı mələk. Beləliklə, Krishnanın şəxsiyyət formasına əbədi həzz və biliklə dolu olan Allah Ali şəxsə sitayiş etmək lazımdır. Bhagavad Gita'da deyildiyi kimi, o bütün Vishnu formalarının bütün mücəssəmələrin mənbəyidir və o əzəli Ali şəxsiyyətdir. Veda ədəbiyyatında Gopala Tapanopanishad 1.1, birinci fəslin birinci beyti. Gopala Tapanopanishadda deyilir. Satchitananda Rupaya Krishnaya Klishta Karine
Namo Vedanta Vidyaya Gurave Buddhi Sakshine. Tərcüməsi. Mən bilik və həzlə dolu əbədi transcendental forması olan Krishnaya ehtiramımı bildirirəm. Mən ona öz ehtiramımı ona görə bildirirəm ki, onu dərk etmək, Vedaları dərk etmək deməkdir. Deməli, o ali ruhani ustaddır. Buna görə də mən ona ehtiramımı bildirirəm. Bu, Gopala Upanishadın 1-ci fəslinin 1-ci beytidir. Sonra orada deyilir, Krishna Vaya Paramam Daivatam. Krishna Vaya Paramam Daivatam. Krishna Allah ali şəxsdir. Gopala Upanishad 1.3. Eko Vashi Sarvaga Krishna Idya. Eko Vashi Sarvaga Krishna Idya. Krishna Allah ali şəxsdir və ona sitayiş etmək lazımdır. Tək ona. Eko tək deməkdir. Və tək ona sitayiş etmək lazımdır. Eko Pisan Bahudhayo Vabhati. Krishna təkdir. Lakin o özünün sayısız hesabsız forma və mücəssəmələrdə genişləndirə bilir. Gopala Upanishad 1.21'den deyir. 1.21 Brahma Samhita. Bu evvel okuduğumundan idim. Ekopisan Budhayo Vabhati. Krishna təkdir, lakin o özünün sayısız hesabsız forma və mücəssəmələrdə genişləndirir. Bu Gopala Upanishadın 1.21 idi. Brahma Samhita'da 5.1'de deyilir. İşvara Parama Krishna Satchitananda Vigraha Anadiradir Govinda Sarvakarana Karanam. Bu bizim tez-tez istifadə edildiyimiz beytdir. Brahma Samhita'nın 5-ci fəslinin 1-ci beytidir. Krishna bilik və həzlə dolu əbədi bədən olan Allah ali şəxsdir. Onun başlanğıcı yoxdur. Çünki o hər şeyin başlanğıcıdır. O bütün səbəblərin ali səbəbkardır. Başqa yerdə deyilir. Yatra vatirnam Krishnakyam param brahma narakriti. Başqa bir yerdə deyilir bu. Mütləq həqiqət şəxsiyyətdir. Onun adı Krishnadır və o bəzən yerə enir. Evet. Eləcə də Şrimad Bhagavatamda Allah ali şəxsin bütün mücəssəmələri xatırladılır və onların arasında Krishnanın da adı vardır. Sonra orada deyilir ki, Krishna Tanrı'nın mücəssəməsi deyil. O özü Allah ali şəxsdir. O özü Allah ali şəxsdir. Ete Çamşa Kala Pumsa Krishna Stu Bhagavan Svayam. Ete Çamşa Kalaha Pumsaha Krishna Stu Bhagavan Svayam. Krishna ali həqiqətin ən ali aspektidir, özüdür. Eləcə də Bhagavad Gita'da Tanrı deyir, Bhagavad Gita oxumuşduq, belə beyt keçmişdi. Mattah parataram nanyayt, mənim Allah ali şəxs Krishna formamdan üstün heç nə yoxdur. Bhagavad Gita'nın başqa bir yerində də deyir Krishna. Aham adir hidevanam. Aham adir hidevanam. Mən bütün mələklərin mənbəyiyəm. Krishnanın köməyi ilə Bhagavad Gita'nı dərk etdikdən sonra Arjuna da bunu aşağıdakı sözlərlə təsdiq edir. Param Brahma, Param Dhama, Pavitram Paramam Bhavan. İndi mən sənin Allah ali şəxs, mütləq həqiqət və bütün mövcudatın sığınacağı olduğunu tamamilə dərk edirəm. Arjuna bunu Krishna deyir. Beləliklə Krishnanın Arjuna'ya göstərdiyi kainat forması Tanrının əzəli forması deyil. Deməli, Allahlıq mütləq həqiqətin əzəli mövqeyi deyil. Əzəli forma Krishna formasıdır. Yəni, Krishna deyəndə biz nədə söylüyoruz? Allah ali şəxs formasıdır. Krishna Allah ali şəxsdir. Minlərlə başı və əli olan kainat formasını isə Krishna yalnız Allaha məhəbbəti olmayanların diqqətini cəlb etmək üçün göstərir. Bu Tanrının əzəli forması deyildir.
Məhəbbəti olmayanlar gördünüzmü? Deməli, Krishna Allah Aleyhisselam özün Allahlığını Allah'a məhəbbəti olmayanlar üçün neyinir? Nümayiş etdirir. Onların diqqətini cəlb eləmək üçün. Tanrı ilə məhəbbətlə dolu müxtəlif münasibətlərdə olan pak fədailəri kainat forması cəlb etmir. Çünki Tanrı özünün əzəli Krishna formasında onların transendental məhəbbətinə məhəbbətlə cavab verir. Buna görə də onunla çox yaxın dost münasibətlərində olan Arjunaya kainat forması heç bir zövq verməyib, əksinə onda qorxu yaratmışdı. Krishna'nın əbədi həmrahı olan Arjuna transendental görmə qabiliyyətinə malik idi. O adi adam değildi. Buna görə də kainat forması onu cəlb etməmişdi. Bu forma həzgüdən fəaliyyətin köməyi ilə inkişaf etməyə can atan adamlara cəlb edə bilər. Lakin sədaqətli xidmətlə məşğul olan fədailərə Krishna'nın içərli forması daha əzizdir. Və burada Şrila Prabhupāda'nın izahı bitdi. Bu bayaqdan oxudum. Şrila Prabhupāda'nın 53-54-cü mətnlərə verdiyi izah idi. Bu beytlərdə deməli biz bunlar yekun beytdir. 53 ilə 54, qabaqda 55 də var. 55-də də çox ciddi məsələlərə Şrila Prabhupada toxunur, həddindən artıq və 55-i biz izah eləyəndə biz 55 sonuncudur. Biz onu izah eləyəndə nə edəcəyik? Biz onu izah eləyəndə bütün 11-ci fəslə yekun söhbət eləyəcəyik. 11-ci fəsli mən əvvəldən başlayacağım, daha sona qədər beyt kamsına qısa keçə gələcəyik və sonluq olacaq o. Yekun söhbət olacaq. Amma burada da bu 53 ilə 54-də də əslində Krishna özünün yekun sözünü deyir. Bu yadınızdadırsa, bu əvvəl də bu nədir? Bu söhbət bu Krishna bunu demişdi. Krishna təkrar deyir. 48-ci mətndə Krishna bunu demişdi. Mən indi oxuyum baxın. 48-ci mətndə. 48-ci mətndə Krishna deyir ki, ey kuru döyüşçülərinin ən yaxşısı. Yəni Arjuna demək istəyir də. Arjuna kuruların ən yaxşısıdır. Çünki Arjuna məhz Krishnanın pak fədaisidir orada. Ey kuru döyüşçülərin ən yaxşısı. İndiyə də heç kəs mənim bu kainat formamı görməmişdi. Çünki nə vedalar öyrənməklə, nə qurbanlar icra etməklə, nə xeyriyyətçiliklə, nə mömin fəaliyyətlə, nə də sərt zahidliklər etməklə mənim maddi kainatdakı bu formamı görmək mümkün deyil. Bax, 48-ci mətnə deyib, görürsünüz, oxşar Krishna təkrar eləyir bu şeyi. Krishnanın təkrar eləməyində çox ciddi bir məsələ durur. Çox ciddi, ne çünki Krishna bunu təkrar deyir. İkinci dəfə təkrar deyir. Transendental gözlərinlə gördüyüm bu formanı 53 dildir. Nə vedalar öyrənməklə, nə sərt zahidlik etməklə, nə xeyriyyətçiliklə, nə də sitayiş etməklə dərk etmək olmaz. Məni həqiqətdə olduğun kimi görmək üçün bu yollardan heç biri yararlı deyil. Gördünüz? Ne üçün? İndi biz demişdik ki, müqəddəs kitabı oxuyanda 3 sualla oxuyuruq. Ne üçün? Nə oxuduq, ne üçün bu belədir və bu necə tətbiq olunur həyata? O 3 sualla. İndi biz oxuduq, Krishna Allah ali şəxsdir. Təbii ki, Krishna dediyi şəksiz, şübhəsiz bizim üçün ali həqiqətdir. Amma ne üçün? Biz fikrimiz ortaya. Ne üçün? Ne üçün Krishna deyir ki, nə vedalar öyrənməklə, nə sərt zahidliklə, nə xeyriyyətçiliklə, nə sitayiş etməklə dərk etmək olmaz və deyir ki, bu yollardan heç biri məni həqiqətdə olduğu kimi görmək üçün yararlı deyil. Ne üçün? Krishna deyir, həqiqətdir, Bhaktivedanta Swami Srila Prabhupada izahını verir. Amma biz indi buna belə bir ne üçün sualı qoyacağıq. Ne üçün Krishnanı bütün bu sadalananları həyata keçirməklə olduğu kimi Krishnanı görmək mümkün deyil. Bu məxfi bilikdir. Bildinizmi? Bu məxfi bilik, məxfi kateqoriyadır.
bu məxfi kateqoriyanın get-gedə artmasıdır. Deməli, Vedalarda belə bir sap anlayışı var. Sap. S-A-P. 3 hərfdir. Sap. Sambanda abideye prayojana deyilir ona. Sambanda abideye prayojana. Sambanda həqiqət kimdir, nədir? Abideya onun necə nail olmaq olur. Bu bilik və praktika külliyatıdır Vedalarda. Bilik və praktika külliyatı. 3 global hissəyə bölünür. Sambanda abideye prayojana. Birinci sambanda, yəni ki, həqiqət kimdir, nədir, nəçidir. Orada bu külliyat onu izah edir. Abideye izah edir ki, ona aparan yol, praktika hansıdır? Ona aparan yol və praktika hansıdır? Prayojana isə izah edir ki, məqsəd nədir? Sənin məqsədin nədir? Bildiniz mi? Məqsəd nədir? Onu axtarmaqda, tapmaqda, araşdırmaqda, analiz etməkdə. Məqsədin nədir? Bax, bu 3 dənəsi bütün Veda biliyi bu 3 dənəsi qlobal şəkildə bu 3 şeyə bölünür. Yəni, bölməyə. Ona görə burada ən əsas məsələ odur ki, məqsədin nədir? İnsanın məqsədi nədir? Deməli, Vedaları öyrənməklə, sərzahidlə eləməklə, xeyriyyəçilik eləməklə, sitayiş eləməklə, 48-ci mətndə Krishnanın dediyi kimi, mömin fəaliyyətlər həyata keçirməklə, zahidlik etməklə, qurbanlar icra etməklə insanın məqsədi başqa şey ola bilər. Məqsədi nədir? Məqsəd əsas məsələdir. Məqsəd çox ciddi məsələdir burada. Deyir ki, niyyətin hara, mənzilin ora, bizdə belə bir söz var. Niyyətin hara, mənzilin hara, ora. Məqsəd vasitəyə haqq qazandırır. Əsas məsələ odur ki, bizim məqsədimiz nədir? Vedalı öyrənməkdə məqsəd nədir? Nədir məqsədi? Zahidlik eləməkdə insan məqsədi, xeyriyyəçilik eləməkdə insan məqsədi nədir? Sitayiş eləməkdə insan məqsədi nədir? Qurbanlar icra eləməkdə insan məqsədi nədir? Əsas məqsəddir. Krishna ona görə deyir ki, bunların heç biri məni həqiqətdə olduğun kimi görmək üçün yararlı deyil Arjuna. Baxın, nə üçün? Məqsəd. Krishna diqqəti bizim niyyətimizin üstədir, məqsədimizin üstündədir. Ona görə, bildiniz mi? Krishna axı hər bir canlı varlığını deyir, o qəlbindən görür. Onun niyyətini hiss edir, niyyətini duyur. Yəni, o məqsədini bilir də, başa düşdünüz. Bu mənada Krishna deyir ki, bu yolların heç biri məni olduğu kimi görmək üçün bunlardan heç biri yararlı deyil. Baxmayaraq ki, dini həyat ümumiyyətlə insan üçün daima 3 şeyin fasiləsiz olaraq həyata keçirilməsini neyinir? Tövsiyə eləyir. Onlar hansılardır? Yagya, dana, tapa. Yagya, dana, tapa. Bu Bhagavad Gita'da deyilibdir. Yagya, dana, tapa. Yəni, insan bu 3 dənə fəaliyyəti, dini həyat, insanın dini həyatı, ümumiyyətlə insan həyatı, bu 3 dənə şeyi fasiləsiz olaraq həyata keçirməyi tövsiyə edilir. Bunların 3'ü də insan həyatında fasiləsiz olaraq olmalıdır. Elə din bu deməkdir. Yagya, dana, tapa. Yagya, qurbanlıq, qurban icra eləmək. Təbii söhbət qoyun qurbanından getmir. Qurban ümumiyyətlə heyvan öldürmək demək deyil. Heyvan öldürmək qurban anlayışının ən aşağı səviyyəsidir. Ən belə primitiv də ondan aşağı yoxdur. Qurbanın çox yüksək mənaları var. Qurban icra eləmək yagya, dana, xeyriyyəçilik eləmək ki, tapada zahidlik eləmək. Yəni, qurban icra eləmək, xeyriyyəçilik eləmək, bir də zahidlik icra eləmək, bu insan həyatının nə idi? Ən vacib hissəsidir. Və deyilir ki, Bhagavad Gita'da insan bunu dayanmadan, fasiləsiz olaraq eləməlidir. Bunların 3'ü də insan həyatının ayrılmaz nə olmalıdır? Tərkib hissəsi olmalıdır. Qurban icra eləmək, xeyriyyəçilik eləmək, bir də nə eləmək? Bir də zahidlik icra eləmək. Amma bunların hamısı, Krishna deyir ki, bunlar ne deyir? Bunlar
bəhs eləmir. Bunların icra olunması hələ o demək deyil ki, insan mən olduğum kimi görə biləcək. Və bunları insan icra eləyə bilər. Amma bunların icra edilməsi hələ o demək deyil ki, insan məni görə biləcək. Mən necə varım? Bildiniz? Vedaları öyrənməklə Krishna deyir, əvvəldən axıra qədər heç bir əsas vermir ki, sən məni görəsən. Burada olduqca məxfi bir məsələ var. Biz bu məsələni bir neçə dəfə demişəm, o məxfi məsələnin lap tam məxfiliyin yox. Çünki tam məxfilik bu insanın, necə deyirlər, əməlindən sonra insana daxildən açıla-açıla gedir. Ən yüksək ali məxfiliklər ümumiyyətlə fəlsəfiyə, məntiqə sığışmayan şeylərdir. Bunların hamısı hər bir canlı varlığın Tanrı ilə qarşılıqlı münasibətləri kateqoriyasına gedirlər və onları əslində heç açaryalar izah eləmirlər. Çünki o məhəbbət sferasıdır, sevgi sferasıdır. Orada söz deyir, dil orada lal olur. Orada dil lal olur. Orada ancaq ürək neyinir? Orada ancaq ürək aktiv olur. Ürək ortada əsas olur. Amma indi biz özümüzün nəyimiz üçün, özümüzün indiki səviyyəmiz üçün, indiki hal-hazırki vəziyyətimiz üçün bu məxfilikdən bir balaca analiz edə bilərik. Deməli, bu üç dənəsi Yagya, Dana, Tapa. Bunlar daim icra olunmalıdır insan həyatında. Bir də ki, dini praktikanın 4 etapı var. Biri sizdə, bunlar hansılardır? Dharma, Artha, Kama, bir də Moksha. Dharma, Artha, Kama, Moksha. Dharma bu dindir. Hemen bak bu. Dini, bu və digər dini praktika insan cəmiyyətində hökmət din olmalıdır. Dinsiz cəmiyyət heyvan cəmiyyətidir. Dharma. Artha bu iqtisadi nədir? İqtisadi irəliləyişdir, yüksəlikdir iqtisadi cəhətdən. Yəni insanın maddi imkanlarının yüksəlişidir, artmasıdır, çoxalmasıdır, genişlənməsidir. Üçüncüsü kama. İnsana bu ikisindən sonra insana bu və digər miqdarda cismani hissi həzlər almaq imkanı yaradılır. Cismani hissi həzlər. Dördüncüsü isə moksha, bu qurtuluşdur. Bədən konsepsiyasından qurtuluşdur. Bu 4 dənəsi bir-birinin ardınca gəlir. Müasir dini sistemlərdə birinci 3 dənəsini götürürlər, dördüncüsünü isə rədd edirlər. Dördüncüsü qurtuluş barədə söhbət rədd olunur. Onu bu tərki dünyalıq gətirir özü ilə. Tərki dünyalığı da insanlar biraz başqa cür qəbul edirlər ona görə. Real tərki dünyalığı başa düşmək üçün Allahın şəxsiyyət olduğu məsələsi diqqət mərkəzinə gəlməlidir. Onda söhbət real tərki dünyalığın nə olduğu məsələsi o gəlir ortalığa. Biri var həqiqi real tərki dünyalıq, bir də var qondarma tərki dünyalıq. Yəni süni tərki dünyalıq. Süni tərki dünyalıq insan impersonalizm süni tərki dünyalığın bir formasıdır. Süni tərki dünyalıq təbliğ edir. Hər şey istirab mənbəyidir və hər şeydən imtina eləmək lazımdır. İndi bizim məqsədimiz onları izah eləmək deyil. Mən bunları sadaladım ki, bunlar hamısı Krishna'nın buradakı dediyi kateqoriyanın içindədir. Nə? Yəni, nə vedaları öyrənməklə, nə sərzahidliklə eləməklə, nə xeyriyyətçiliklə, nə dindarlıq etməklə, çünki burada deyil, nə də sitayiş etməklə, sitayiş etmək dindarlıq eləməkdir. Nə dindarlıq etməklə, nə qurbanlar icra etməklə, Krishna bax, bundan əvvəlkində deyir. Bunların heç biri yararlı deyil ki, məni öz qarşında həqiqətdə olduğum kimi görəsən Arjuna. Çünki, nə mən dedim niyə üçün? Çünki məqsəd, bunlarda məqsəd bilməzsən ki, nədir? İnsanın məqsədi müxtəlif ola bilər. Vedalar hansı məqsədlə öyrənir? İnsanın məqsədi nədir? Sonra xeyriyyətçilik eləməkdə insan məqsədi nədir? Sitayiş eləməkdə, dindarlıq eləməkdə, zahidlik eləməkdə də insan məqsədi nədir? Məqsəd başqa ola bilir. Ona görə də bu və ya digər dini sistemləri məhz məqsəd bir-birindən fərqləndirir. Yəni prayojana, samband abideya prayojana fərqli ola bilir. Məqsəd
Sənin məqsədin nə? Məsələn, mən deyirəm ki, mən ölkənin prezidentini görmək istəyirəm. Çoxlu adamlar yığılarlar bir dənə dəstə bir yerə, siyahı da tutarlar ki, biz prezidentin qəbuluna gedirik. Biz prezidenti görmək istəyirik. Və onların həmən dəqiqə buraxmayacaqlar. Onların qarşısını alacaqlar və onların məqsədlərinə görə yönəldəcəklər. Bildinizmi? Məqsədlərinə görə yönəldəcəklər. Elə həmən dəqiqə deyəndə öyle get prezidentin yanına. O məqsəd məqsədin nədir? Nə istəyirsən ondan? Bildinizmi? Araşdırırlar, ondan sonra buraxırlar. Elə məsələdə adamın məqsədi ola bilər ki, ona deyirlər, bunun üçün sənin prezidenti görməyə ehtiyac yoxdur. Deyir, filan get filan nazirin yanına. Yaxud filan gedəcək, filan idarə başçısının yanına get və salam. Yönəldəcəklər orada prezidentin yanına nə girsən, onun yanına rahat edirsən. Bir elə məqsəd ola bilər ki, insanın deyirlər ki, bunun üçün prezidentin yanına getmək lazım deyil. Prezidenti narahat eləmək lazım deyil. Bildiniz. Ona görə də insanın dindarlıq edir. Məqsədin nədir? Qiyamət günü cənnətə girəcəm. Bunun üçün Allahı narahat eləmək lazımdır, Allah ali şəxs. Allah ali şəxs mələklərə göstəriş verir ki, onları təmin edir. Çünki cənnət planetləri mələklərin ixtiyarındadır. Ona görə belə insanlar mələklərə qurban icra edirlər. Heyvan qurbanı durqamatayadır. Allaha deyil, Allah heyvan qurbanı qəbul eləmir. Onu qəbul edir Həzrət Şivanın zövcəsi Durqa. Ona görə kalimay şəhadət. Kalimay şəhadət, kəlmə-i şəhadət. Kalima Həzrət Şivan zövcəsidir, Kali. Ana da, qadın da ona görə onu deyirlər kalima. Ma ana deməkdir sanskrit dilində. Kalima şəhadət, şahiddir. Yəni kalimanın şahidliyi ilə, ana Kalinin şahidliyi ilə mən bu qurbanı icra edirəm. Ona eləyirlər. O qəbul edir qurbanı. Və də onu bütün standartlara uyğun eləyəndə, kalima bundan məmnun qalar, razı qala bilər və insanın cənnətə girməyinə nə verə bilər? İmkan verə bilər, icazə verə bilər. Cənnət planetləri. Və yaxud da ki, insan məqsədi mistik qüdrət əldə eləməkdir. Yoga ilə məşğuldur, məqsədi nədir? Mistik qabiliyyət əldə eləmək istəyirəm. Mistik qüdrət, bunun üçün də Allahı narahat eləmək lazım deyil. Düzdür. Və yaxud da ki, zahidliyi ilə eləmək istəyir. Zahidli insanlar zahidliyi eləyirlər cürbəcür məqsədlərlə nail olmaq üçün. Siyasi məqsədlər üçün zahidliyi eləyənlər aclıq eləyir. Aclıq keçirdir. Məsələn, yemək yemir. Bu da bir zahidlikdir. Ki, bu məqsədi siyasədir. Deyir o, Mahatma Gandhi. Zahidlik elədi, oturdu, aclıq elədi. Uzun müddət aclıq elan elədi. Məqsədi nə idi? İngilisləri Hindistandan qovmaq. İngilisləri Hindistandan qovdu. Amma Prabhupada deyir ki, mən ona məktub yazdım ki, indi İngilisləri Hindistandan qovdun. Yaxşı, əcəb elədin. İndi götür Bhagavad Gita'nı təbliğ elə də, sən bu qədər cəmaat səni tanıyır. Məşhursan o şey. Götür Bhagavad Gita'nı təbliğ elə. Bu da götürdü Bhagavad Gita'nı deyir, nətər oxuyurdu. Deyir ki, əslində nə Kurukshetra olubdu, nə Pandavlar olubdu, nə Krishna olubdu burada. Bunların hamısı metaforikadır. Yəni, bunlar hamısı bənzətmədir. 5 dənə Pandav bizim 5 hisslərimizdir. Kurukshetra bizim bədənimizdir. Krishna da qəlbimizdəki paramatmadır. Bu da bunun təbliğatı. Prabhupada ona görə ona Prabhupada deyə bilər. Prabhupada ona yaramaz deyildi. Prabhupada deyə bilər, biz yox. Ki bu cür təbliğ olar. Kurukshetra çölü bu saatda Hindistanda durur. Pandavlar yaşayıblar planetin üstündə. Krishna da nazil olmuşdu 5000-dən qabaq. Sən necə deyirsən ki, bunları bənzətmədi? Ona görə görürsünüz, insan zahidliyi ilə bilər, məqsədi İngilisləri Hindistandan qovmaqdır. İndi bütün planetə Krishnanı İngilislər tanıtdırır. Baxın, Hinduslar yox, İngilislər tanıtdırırlar. Bütün planetə. Düzdür, başlanğıcın Şrila Prabhupada qoydu, qılavını Hindus. Amma Amerikalılar yayırlar bütün dünya Krishna haqqında bilir. Amerikalıları Prabhupada özünə şagird elədi. Hindusları yox, Amerikalıları. Və onlar Şrila Prabhupadanın rəhbərliyi altında Krishna şuurunu bütün dünyaya yaydılar, indi də yayırlar. Həmən İngilislər ki, hansılar ki, Mahatma Gandhi o vaxt zahid deyilib Hindistandan qovdu. Şrila Prabhupada götürdü o, getdi İngilislərin içinə, Mahatma Gandhi'nin qovduğu İngilislərin içinə getdi, Amerikaya, İngiltərəyə. Və onlara elə təqdim elədi ki, Hindistanı və onun mədəniyyətini və onun dini fəlsəfəsini. Onlar Prabhupadanın qədəmlərindən baş əydilər və götürdülər. Bütün dünya bunu yaydılar. Görün necə? Deməli, insanın hər şeyi necə təqdim eləməyindən asılıdır.
Propaga kimin bunu onlara orada təqdim edən olmamışdı. Amma Propaga bunu elə təqdim elədi ki, İngilislər hamısı Propaga'nın qədəmlərindən baş əydilər və oldular Propaga'nın şagirdi. Görürsünüz nə qədər ciddi. Ona görə insanın məqsədi əsas məsələdir. Məqsəd vasitəyə haqq qazandırır. Məqsəd müəyyən eləyəcək ki, bizim əlimizdəki vasitə nə cür olacaq. Bildiniz nətərim? Məqsəd müəyyənləşdirəcək ki, biz hansı vasitələrdən istifadə edəcəyik o məqsədə nail olmaq üçün. Çünki məqsədin necəliyi müəyyən eləyəcək ki, o məqsədə nail olmaq məhz bu yolla mümkündür. O məqsədə nail olmaq məhz bu yolla mümkündür. Bildinizmi? Və məqsədin aliliyi deyilir ki, məqsədin aliliyi müəyyən eləyir ki, həmən prosesin aliliyini. Yəni, dini prosesin aliliyi, hansı dini proses daha alidir? Yüksək deyil, tam sonuncudur, əvvəlinci deyil. Bunların heç biri müəyyənləşdirmir. Hansı proses alidir. Bunların heç biri müəyyən eləmir. Mən çox təəssüf edirəm ki, Azərbaycanın məşhur professor, dinşünas professoruyum, kitabında oxudum, yazırdı ki, o Darwinizm prizmasından baxırdı dini sistemə ki, əvvəlki dinlərin hamısı ibtidai dinlər olub, sonraki dinlərin hamısı mütərəqqi dinlərdir. Bu da bunun şeyidir, izahıdır, bu da bunun savadı. Amma prosesin ibtidailiyini və yaxud aliliyini onun zaman oxu boyunca geridə və ya irəlidə olmağı müəyyənləşdirmir. Tamamilə bu belədir, bu səhvdir. Bu heç, necə deyil, ümumiyyətlə dini biliyə, dini təlimə, dini fəlsəfiyə yaxın da gəlmir bu cür, məsələn bu cür qoyulmağı. Dini prosesin ibtidaini və aliliyini müəyyən eləyir. Qoyulmuş məqsədin nə dərəcədə ibtidai və ali olmağı. Nə qədər məqsəd ibtidai və alidir. Məsələn, orta məktəbdə oxuyur uşaq. Uşağın məqsədi nədir? Orta məktəbdə oxuyur. Məqsəd nədir? Qutarandan sonra gedib, məsəl üçün deyir, mən gedib povar olacam. O deyir ki, məsələn, mən gedib dülgər olacam. O deyir ki, mən gedib, məsəl üçün sürücü olacam, şofer olacam. Bu məqsədlər biz özümüz də bilirik ki, bu məqsədlər, bunların heç biri elə bir böyük güclü bilik tələb eləmir ki, insan belə biliklər alsın orada, qəşəng riyaziyyatı, kimyanı, fizikanı, qəşəng bilsin. Bunlar o qədər tələb olunmur sənət peşə sahibləri olmağa. Düzdür? İnsan desə ki, mən universitetə girmək istəyirəm. Universitetə girməklə ondan yüksək şeylər tələb olunacaq. Daha çox biliyi, daha çox zahidliyi, orada qurban verməlidir çox şeyləri, əyləncələrini falan və s. Kimsə akademik olmaq istəyir, mən akademik olmaq istəyirəm. Məsəl üçün deyirəm də. Və ona görə də insanın məqsədi müəyyənləşdirəcək ki, o nə dərəcədə, hansı dərinlikdə biliyə necə gedəcək, hansı dərinlik, biliyin hansı dərinliyinə gedəcək. Biliyin hansı xarakterli olmağından istifadə edəcək, hansıları və hansı məsələlərdən imtina edəcək, hansı nələrdən, hansı prinsipləri həyata keçirdəcək, hansı qaydalara əməl edəcəkdir, hansı zahidlikləri edəcəkdir. Yəni, məqsəd müəyyənləşdirir bütün bu prosesi, praktikanı, fəlsəfəni, zahidliyi, məhrumiyyətləri, bunların hamısını məqsəd müəyyənləşdirir. Məqsədin hara? Niyyətin hara, mənzilin hara. Məqsədin nədirsə, ona da uyğun adama deyirlər ki, bax, bunları, sən bunları eləməlisən o məqsədə nail olmaq üçün. Hərdən, məsəl üçün, mən din adamları, adi insanlar hərdən adamın üstünə yetirirlər ki, niyə görə ət yemək olmaz axı? Ət yeyilir axı. Vedalarda da var heyvan öldürmək, ət yeyilir. Mən niyə ət yeməyim axı? Bildiniz nətərim? İnsanları sadəcə olaraq deyəndə ət yemək, əksəriyyət insanı qıcıqlandırır bu. Əksəriyyət insan bundan qıcıqlanır, acığı gəlir. Çünki bu bilmir axı nə üçün olmaz. Və yaxud da ki, məsəl üçün, dini qaydaları müasir dövrün, xüsusilə də müasir dövrün gənclərinə, dini məsələlərdən, İslam dinin qaydalarından deyirsən, hamısı həqiqətdir. İslam dinin qoyduğu qaydaların içində elə bir dənəsi yoxdur ki, o şey deyil, yəni ali həqiqət deyil. Hamısı həqiqətdir.
Hamısı həqiqətdir. Sadəcə olaraq onu düzgün başa düşməyənlər var, onu düzgün dərk eləməyənlər var, onu düzgün həyata keçirməyənlər var, onu düzgün təbliğ eləməyənlər var, onu düzgün təqdim etməyənlər var. Bildiniz? Amma onların hamısı düzgündür. İslam alimləri bizim indikilərdən söhbət getmir. İndi belə alimlər yoxdur. Tarixdən geriyə gedəndə əvvəlki İslam alimləri çox qüdrətli, möhtəşəm şəxsiyyətlərdir. Cəlaləddin Rumi İslam alimidir. İmam Cəfər Sadiq. İslam alimləri möhtəşəm alimlər, şəxsiyyətlər olublar hamısı tarixdə. Bütün bu qaydaları onlar qoyublar. Müasir insanlar qoymayıb ki. Və onlar da bu qaydaları qoyanda necə ki bizdə Rupa Gosvami, Sanatana Gosvami, Gosvami, 6 Gosvami'nin qoyduğu qaydalar var. Onlar bu məsələləri tam dərinliyinə qədər dərk eləmiş şəxsiyyətlərdirlər. Və nəyi ki dərk edib, həyatlarına tətbiq edib ondan yaşayan insanlardılar. Bax, belə insanlar qoyublar dini qaydaları. Yox, hansısa belə, elə belə kimisə kefindən keçdi qoydu deyil ha. Yəni onlar onun tam dərinliyini dərk edirlər, tam onun necə deyirlər, aliliyini görürlər, həyatlarına tətbiq edirlər və ondan nəticə əldə edirlər. Başa düşdünüz? O əhval ruhiyyə girirlər. Real nəticə əldə edirlər. Ondan sonra onlar onları adi insanlar, bizim kimi adi insanlar üçün onları nə edirlər? Yuvarlaqlaşdırırlar deyək ki, onları sadələşdirib, sadə prinsiplər şəklinə qoyublar ki, bax buna eləyin, bəs eləyəcək. Bildinizmi? Amma onların qoyduğu o sadə qaydaların arxasında çox möhtəşəm məsələlər durur. Qadınlara deyirsən saçları bağlamaq lazımdır. Müasir dövrün qadınları adamı nəyə götürər belə didər qoyar yerə ki, sən mənim saçımı bağlamaq istəyirsən. Ne bilmir də. İnsanlar bilmirlər nə üçündür bu prinsiplər, nə üçündür. Ona görə onları qıcıqlandırır. Nə üçün mən bunu eləməyim? Ne üçün mən bu cür giyinməyim, ne üçün mən bu cür saçımı açmayım, ne üçün mən ət yeməyim, ne üçün mən siqaret çəkməyim, ne üçün mən həyat yoldaşıma bu cür... O qədər ne üçünlər var ki, hansılar ki dini qayda qanunlara qarşı durmağa çalışır da insan. Ne üçün? Çünki o bilmir, o başa düşmür ne üçündür. Məqsəd yoxdur da, başa düşürsünüz, o məqsədi bilmir. Bunun məqsəd nədir? Bunu insanlar, müasir dövrün insanları bütün mövcud dini qaydaların demək olar ki 90% mahiyyətini başa düşmürlər. Ona görə də insan ona başa düşməndə o insanı qıcıqlandırır. İnsanda belə bir hiss yaradır ki, kimsə mənim əlimdən azadlığımı almağa çalışır. Sənin nə ixtiyarın var ki, mənim əlimdən azadlığımı alsan və mən azadam, müstəqiləm. Sözün əslində Allah hamıya azadlıq veribdir. Çünki Quranda da deyir, dində məcburiyyət yoxdur. Bilirsiniz nə demək? Dində yəni ki, bu və ya digər dinlərdən söhbət getmir. Xristiandır, İslam. Yox, dində yəni ümumiyyətlə insanın dinə gəlməyi. Fərqi yoxdur hansı dinə. Ümumiyyətlə dinə gəlməyinə Krishna deyir ki, heç kim məcbur eləmə. Bildiniz nətər? Çünki bura o gəlibdir, könüllü sürətdə gəlibdir məni unutmağa. O gəlib bura məni yaddan çıxartmağa, özü Allahlıq eləməyə. Eləsin də. İmkan verir Krishna, məhəbbətlə şərait yaradır ki, git. Deyir, Krishna'dan insan nə istəyirsə onu da verir. Əgər Krishna unutmaq istəyirsənsə, Krishna deyir, elə argumentlər verir ki, sən bir dəfəlik yaddaşından silirsən Krishna. Argumentlər verir adama. Necə? Ateistlər, materialistlər hansı argumentlərlə Allahdan uzaqlaşırlar? Həmən argumentləri də onlara verən Krishna'dır. Çünki bunlar bunu istəyirlər. Mən səni unutmaq istəyirəm. Okey, Krishna'dan bir əks səda gəlir. Və sən yüklüyür, doldurur bütün argumentlərlə. Həmən argumentlər bəs edir ki, insan Krishna unutsun. Yoxsa sən Krishna'dan cənnət istəyirsən, deyir, okey, gəlir argumentlər, bütün hər şeylər gəlir. Bax, bunları əməl eləsən, gedəsən cənnətə. Yaxud da ki, Krishna, mən səni yadda saxlamaq istəyirəm, yadda salmaq istəyirəm, mən səni daim düşünmək istəyirəm, mən səni sevgi istəyirəm. Okey, Krishna ona da cürbəli, bütün təmin edir insanı hər şeylə bunun üçün. Bildiniz? Yəni Krishna biz burada nə istəyiriksə hamısını verir. Hazırdır bizə verməyə. Budur, məcburiyyət yoxdur. Krishna'nın sevimli övladısan sən. Sən nə tər istəyirsən, Krishna üçün nə problemdir ki? Krishna'nın şu qüdrətinin, əzəmətinin, imkanlarının hüdudu yoxdur. Həddi hüdudu yoxdur. Yəni Krishna üçün məhdudiyyət yoxdur. Hamı üçün. Ona görə bu kainatlar, bu planetlər bu qədər rəngarəngliklə doludur, sonsuz rəngarəngliklə. Çünki Krishna'nın imkanlarının, qabiliyyətlərinin, əzəmətinin, qüdrətinin hüdudu yoxdur, sonu yoxdur. Sonsuzdur bu şəxsiyyət.
Ha, ona göre də insanlar bu şeylərin mahiyyətini bilmirlər deyənə, mahiyyətini bilmir və bir də ne üçün var, ne üçün? Ama biz dedik axı, müqəddəs kitabı 3 şeydə oxuyuruq. Oxuduq, Krishna deyir ki, belə. Məni xeyriyyətçiliklə, zahidliklə, sitayiş etməklə, vedaları öyrənməklə və s. bunlarla mən olduğun kimi görməyə heç bir garanti vermirəm. Mən bunlarla dərk etmək mümkün deyil. Krishna dedi, qəbul elədi. Məhəmməd Peyğəmbər dedi, qəbul elədi. Şrila Prabhupada dedi, qəbul elədi. Hə, avtoritetlər. Amma insan hökmən nə üçün sualını verməlidir hökmən? Çünki sən axı bunu mənimsəməlisən. Mənimsəməlisən ki, sən bunu həyatına tətbiq eləyəsən. İnsan bunu mənimsəməsə həyatına tətbiq edə bilmir. Kör-köranə eləyəndə də 1, 2, 3, 4-cü dəfədə bezirsən, tullursan qurağa. Qıcıqlandırırsan, mənim haqqımı əlimdən alırım. Çünki insan həyatın mənası həzz almaqdır. İnsan həyatın mənası nə bilikdir, nə əbədiyyət deyil, həzz almaqdır. Həzz və xoşbəxtlik. Bu ruhun əbədi halıdır. Ona görə də insan o həzzi, xoşbəxtliyi bu və ya digər praktikada tapmayanda o onu bezdirir, qıcıqlandırır, atır yerə çıxır, gedir adi, ibtidai, primitiv şəkildə özünü həzzində alacaq. Gedir pivə içməyində alacaq. Məsəl üçün deyirəm. Gedir kofe ilə, şokoladla çay içməyində alacaq. Məsəl üçün. Gedir kabab yeməyində alacaq. Gedir sekslə məşğul olmağında alacaq. Gedir Dubayda, Qavay adalarında, indi oralar da yoxdur. İstirahətində alacaq. Məsələn, bunlar bunun üçün realdır deyir. Nəqd olsun, soğan olsun. Ne üçün? Çünki bu həzz, zahidlik, ancaq zahidlik eləməklə, ancaq zahidlik, məhrumiyyət bu bezdirir axı insanı. Və yaxud da ki, dindarlar ancaq insanları həvəsləndirirlər. Bilsən, cənnətdə gedəsən, nə qədər alassan sən bundan. Wow, bir də cənnətdə bilsən, nə içkilər var, nə gözəl qadınlar var, orada nə cür yiyib içməklər var və s. Bununla həvəsləndirirlər insanı. Amma bunların hamısı Krishna deyir ki, mənim olduğun kimi Arjuna deyir, bax, sən məni necə gör. Mənim bu cür görmə qabiliyyəti olmağı bundan heç bir əsas vermir. Çünki Krishna insanın və bir də ki, bunlar Krishnanın ali iradəsinə uyğun gəlmirlər, gəlməyə bilənlər. Krishnanın ali bir istəyi var axı. Kimin? Bütün bu maddi və ruhi dünyaların hamısının mənbəyinin ali bir nəyi var? Ali bir təbiəti var, ən ali təbiəti. Ən ali marağı, ən ali istəyi, ən ali iradəsi, ən ali, ən. Bu da nədir? Biz bilirik də. Nədir bu? Bu sevgidir. Hər bir canlı varlıqla Krishnanın arasında əbədi, əzəli sevgi var. Və bu sevgi Krishnanın ən ali istəyidir, ən ali iradəsidir. Yəni, hər bir canlı varlığın qəlbində özünə qarşı sevgi münasibətlərini bərpa eləmək maddi dünyada. Düzdürmü? Məhz buna görə insan bədəni, buna görə də insan bədənində canlı varlığa verilən müstəqillik, azacıq cüzi müstəqillik, seçim azadlığı var. Bax, buna görədir. Ki biz həmən o müstəqillik və seçim azadlığımızdan necə istifadə edəcəyik? Necə istifadə edəcəyik müstəqilliyimizdən? Sui-istifadə edəcəyik, yoxsa onu dəyərləndirib istifadə edəcəyik? Sui-istifadə edəcəyik, yoxsa onu ən ali məqsədinə uyğun istifadə edəcəyik? Məqsəd yönlü istifadə edəcəyik. Bildinizmi? Məqsəd də mən dedim. Yeganə müstəqilliyin, azad seçimin yeganə məqsədi nədir? Bu, Allaha qarşı sevgi münasibətlərini eləmək, dirçəltmək. Amma baxın görə, müasir dövrün insanları həmən o müstəqilliklə azad seçimini necə istifadə edirik? Tamamilə uzaqdır. Yəni, bu ideyadan tamamilə uzaqdır. İnsanlar müstəqilliyi ancaq özünün cismani hissi həzlərini, özümüzün cismani hissi həzlərimizi rəngarəngləşdirmək, daha da təmtəraqlı eləməkdə istifadə edirik. Azadlığımızı. Bildiniz nətə? Getdikcə hissi həzlərdə ifrat dərəcəyə getməkdə istifadə edirik. İfrat, daha da ifrat dərəcə, daha da ifrat dərəcədə. Daha da ifrat içkilər, daha da ifrat geyimlər, daha da ifrat əlaqələr, daha da ifrat texnologiyalar, başa düşün, daha da ifrat komfortlar. Bunlara istifadə edirik, nə? Özümüzü, müstəqilliyimizi və azad seçimimizi. Buna deyilə sui-istifadə eləmək. Biz Tanrının bizə verdiyi müstəqillikdən, azadlıqdan o sui-istifadə edirik və bir də biz bunu, onun verdiyi bizə insan bədənini istismara məruz qoyuruq. Və bir də nə edirik? Tanrının bizə olan sevgisinə, nə deyim,
sui-istifadə edirik. Tanrının sevgisini yaratdıqlarına. Ona görə də bizim vəziyyətimiz burada ağırlaşa gedir cəhənnəm planetləri istiqamətdə. Ona görə məqsəd qısa deyək ki, nə üçün biz o nədir o cövhəri tutmaq istəyirdik də, cövhər budur. Başa düşdünüz? Şrila Prabhupada burada ətraflı izah verib, mən də onu oxudum. Və biz cövhəri mən sizə buradan çıxartdım, dedim ki, cövhər odur ki, bunu yekun mühazirədə biraz da dərinləşdirəcəyik. Yekun mühazirədə. Cövhər odur ki, məqsəd Tanrı Allah Ali şəxsə qarşı sevgi olmayana qədər saf sevgi. Bütün bu sadalanların heç biri Krishnanı görməyə əsas vermir. Nə vedaları öyrənmək, nə sərzahidliklə eləmək, nə xeyriyyətçilik eləmək, nə dindarlıq eləmək, nə qurbanlar icra eləmək, nə vəsair, nə bu cür bu mənsubiyyəti qoyub o birisi mənsubiyyətə keçmək. Bugün xristiyan idim, sabah müsəlmanam, bugün müsəlman idim, sabah hindusam və s. Bunların heç biri nə eləmir. Buna bir nümunə də gətirmişdik, yadınıza gəlirsə, belə bir nümunə də vardı, yadınıza gəlir. Biz deyirdik ki, bizim bütün elədiklərimizin hamısı heç bir əsas vermir ki, biz Arjuna kimi deyək. Krishna gəl dur, Krishna da gəlsin dursun. Heç bir insanın nailiyyəti və fəaliyyəti əsas vermir ki, o Tanrı onun o rus demişkən dutkasının altında oynasın. Tanrı onun göstərişlərinə tabi olsun. Bu desin, Tanrı da onu həyata keçirsin. Bu istəsin, Tanrı da həyata keçirsin. Heç bir insanın nailiyyəti buna əsas vermir. Tanrının əsas verən nədir? Tanrını əsir eləyən özünə, Tanrını öz göstərişlərini həyata keçirməyə vadar eləyən yeganə bir şey. Arjuna dedi, Krishna elədi. Arjuna dedi ki, Krishna mənə kainat forma göstərdi. Krishna mənə 450 forma göstərdi. Arjuna, görürsünüz, bunun arxasında duran nədir? Biz deyəcəyindir. Amma fikrimi bitirəcəm. Amma biz belə bir nümunə gətirmişdik. Yazıca gəl ki, biz deyirdik ki, Tanrı heç bir vəzlə özünü asılı vəziyyətə qoymur yaratdığından. Heç bir vəzlə. Əksinə, bütün etaplarda o bizə nə eləyir? Bizə hiss elətdirir ki, biz ondan asılıyıq. Bütün etaplarda. Biz ondan asılıyıq. 100% asılıyıq. Bildiniz nətər? 100% asılı olduğumuzdan biz onun özündən, kimdən ki 100% asılıyıq, ondan kiçicik balaca bir dənə müstəqillik əldə alırıq. Yəni biz müstəqilliyimizi və azad seçimimizi Allaha aid olan məsələlərlə də ortalığa qoyuruqsa, yəni Allaha qarşı münasibətdə də qoyursa, bu bizim böyük bir dənə nəyimiz, səhvimizdir. Buna deyirlər həddi aşmaq. Həddini aşmaq budur. Haçan ki biz özümüzün azadlığımızı, müstəqilliyimizi, məsələn, söhbət Qurandan düşürsə, Məhəmməd bəyə Saudluqdan düşürsə, söhbət İsa əleyhissalamdan düşürsə, söhbət Buddadan gəlirsə, söhbət Bhagavad Gita'dan, Krishna'dan gəlirsə, indi xüsusilə də düzdür. Tabi biz burada mən azadam, mən özüm bilərəm söhbətlərin yeri yoxdur. Buna deyirlər cahillik. Belə insan cahildir. Əgər sənə deyirlər ki, Peyğəmbər belə deyibdir, imam belə deyib, kitab belə deyir, Krishna Bhagavad Gita deyibdir. Və sən bu vaxtda da özü müstəqil seçimi ortalığa qoyuşansa buna deyirlər cahillik. Bu deyir həddi aşmaq. Həddi aşmaq bir sənə deyir. Yəni insan güzəştliyi ilə haqqının şeyini bilmir, seçə bilmir ki, bunun güzəştliyi yoxsa haqqdır. Bunu mən sizə izah eləmişəm. Ona ki biz Krishnaya qədər, yəni müqəddəs kitaba Krishnaya qədər müəyyən bir müstəqilimiz. Söhbət gəlib Krishnaya dirəşəndə yaxud onun mötəbər nümayəndəsində. Bizim heç bir müstəqilimiz yoxdur. 100% Krishnadan asılıyıq. 100%. 100% Krishnadan asılıyıq və o qıza bizə kiçik müstəqillik. Məsəl üçün, uşaq valideynlərindən 100% asılıdır. Razısınız? Balaca uşaq, 1, 2, 3, 4, 5 yaşında uşaq da 100% valideyndən asılıdır. Amma valideyn ona özündən 100% asılı olduğu bir moment, şəraitdə ona bu və ya digər xırda seçimlər verə bilir. Xırda seçim. Uşağın əlindən tutur aparır, ona oyuncaq alacaq indi. Deyir ki, bunu istəyirsən, bunu soruşur. Gördünüz nətər? Bizim müstəqilliyimiz bax bu qədərdir. Uşaq 100% atasından asılıdır. Pul da bu saat atasının cibindədir.
Uşağın pulu da yoxdur. Ha? Ata gətirib mağazinə onu göstərir konfeti. Deyir, bu konfetdən istəyən bundan. Müstəqillik gördüyü hardadır? Atası bunu 100% atasının asılıdır. Mağazinə də bunu o gətiribdir. Bildiniz nətərim. Və bir dənə o qalıb ki, bu konfetin hansını seçəcək? Bu qədər müstəqillik verir ona. Gördünüz? Bizim də müstəqilliyimiz belədir ki, biz Krishnadan 100% asılı ola onun bu asıllığın içində bizə özündən 100% asılı ola biz Krishnadan. O 100% asıllığın içində Krishna bizə balaca bir faiz seçim azadlığı verir ki, bizim onunla olan sevgi münasibətlərimizi bərpa eləməyə cəhd eləyir Krishna. Bizim ondan sevgi münasibətlər. Yəni biz həmin o bizə verilmiş müstəqilliyi, ona olan sevgimizi bərpa eləmək istiqamətində istifadə edəcəyik, yoxsa əksinə. İndi bu saat hal-hazırda 99% əhali ona əks istiqamətdə istifadə edirlər. Krishnanın verdiyi həmin o müstəqilliyi. Ondan insan ondan əks istiqamətdə istifadə eləməyin sübutu dəli nədir? Hər həddindən ziyadə artmış texnokratiya, maddi, elmi texniki tərəqqi. Həddindən artıq. Sonra insanların ifrat dərəcədə dırnaq arası mədəniyyətləri, ifrata vurmuş mədəniyyətlər, dağılmış ailə institutu, zorakılıqlar, müharibələr, epidemiyalar, uşaqların qırılması, qadınların bətnində, inəklərin, heyvanların öldürülməsi, bütün bu günahların hamısı o demək ki, insanlar Allahın verdiyi müstəqillikdən çox qəti sürətdə sui-istifadə edirlər. Biz sui-istifadə. Ona görə də Krishna əsas məsələ kimi nədir? Bizə o müstəqillik, azad seçim ondan ötürü verilir ki, biz ondan istifadə, onu sonra da yönəldir Krishna. Dini prinsiplərdə nə üçündür? Biz yönəldir ki, bax belə getsən, sən bu müstəqilliyindən kiməsə nə verir? Kredit verir. Məsələn, bankdan gəlirlər kredit alırlar. Və yaxud da gəlsən kimdənsə boş pul götürürsən. O adam yaxşı adamdır, ağıllı adamdır. Və o sənə nəsihət də verə bilir ki, sən məndən götürdüyün bu krediti elə istifadə edə bilərsən ki, sən götürdüyün bu pulu 10-a vurarsan, 10 qat artar. Məndən 100 manat götürmüsən, sonra olar 1000 manat. Və sən gətirərsən, mənə 100 manatı verərsən, o 900 manat uca səndir. Nə ondan getdi, artıra getdi, düzdür. Elə adam da olur ki, getirir borca götürər, gətirər elə onu ehtiyaclarına xərcləyər, qalar. Belə heç bilməz borcu nə ilə qaytaracaqdır. Bax, biz bu saat, hal-hazır ki, planetin üstündəki insanlar bax bu vəziyyətdədirlər. Allahdan krediti götürüblər, amma nəinki onu artırmaq, heç onu olduğun qaytarmaq qabiliyyətində də deyirlər. Hələ qat boğazlarından yuxarı borca düşmüşük. O kredit nədir? İnsan bədəni. İnsan bədəni bizə Allah tərəfindən bir, nədir, belə bir, nəyə verilir? Kiraya verilir. Kreditə verilir. Deyirsən, bu insan bədəni ilə istifadə edə bilərsən ki, sənin müstəqilliyin sonsuzluğa qədər artar və qəlbindəki sevgi təzahür eləyər. Sən bu həbsxanadan qutararsan. Qayıdıb gələrsən tam müstəqil azadlığa, tam müstəqilliyə, mütləq müstəqilliyə. Elə də istifadə edə bilərsən ki, mən səni göndərərəm həşərat bədəninə. Dünya malın kim toplayırsa, həyatın mənası eləyibsə, onların növbəti həyatı həşərat bədənidir. Çünki dünya malı maddiyat, ancaq insanın ruhaniyyətindən qurban verməklə əldə olunur. Başqa variantı yoxdur. Kimsə desə ki, bu belə deyil, o səhv eləyir. Ancaq ruhaniyyətdən qurban. Çünki bir veşi mənim əlimə qoyun, əlimi tutum, onun üstünə bir ağırlıq qoyun. Mən onu saxlamaq üçün mənim fiziki gücüm getmir, gedir. Onun üçün saxlayayım onun əlimdə. Mənim fiziki gücüm gedir. Və onu nə qədər artırsaz, o qədər çox məndən güc gedəcək. Faktdır da, bu düzdür. Yoxsa mən veşi qoyum əlimə, məndən də heç bir güc getməsin, o dursun orada. Bunu ancaq illüzyonistlər elə bilirlər. Biz bilirik ki, və ya digər veşi əlimizdə saxlamaq üçün bədənin fiziki gücünü ora vermək lazımdır. Buna deyirlər yorulmaq. Düzdür. Bax, eləcə də maddiyyatı əlində saxlamaq üçün insan görür mənəviyyatından, ruhaniyyatından oraya güc versin, sərf eləsin. Onda da insanın şuuru cılızdaşa gedir və onu göndərirlər cılız bədənə. Cılız bədən heyvan bədənidir, həşərat bədənidir. Bu Garuda Puranada yazılıb. Ona görə də biz nədir? Burada sui-istifadə edirik Krishnanın verdiyi bizə müstəqillikdən, azadlıqdan, azad seçimdən. Ona görə də Krishna deyir ki, sən məndən götürdüyün bu krediti elə istifadə elə bilərsən ki, sən müstəqillik azadlığa, tam azadlığa.
Mən buna o nümunəni gətirmək istəyirdim ki, bunu bəzəyirəm o nümunəni deməkdən. Yəni bizim bütün elədiyimiz zahidliklər eləyə bilərik, biliklər ala bilərik. Hə? İnsanlar bilik alırlar universitetlərdə, akademiyada. Bunların heç birinin biliyin faydası yoxdur axı əslində. Çünki o biliyin məqsədi nədir? Soruş gör, sən bu məqsəd, hansı məqsədlə alırsan bu biliyi? Görəsiniz ki, o məqsəd cılız bir məqsəddir. Öyle bir məqsəddir ki, xəstəlik, qocalıq, ölüm ona bir dənə möhür vuracaq, piçat vuracaq, atacaq qırağa, arxivə, getdin, növbəti həyata. Bildiniz nətərim? Hələ o insan həyatı da olmaya bilər. Ona görə məqsəd vacib məsələdir. Ona görə bizim elədiklərimiz, bizim həyata keçirdiklərimizin hamısı sadəcə olaraq qəlbin Tanrının sevgisinə hazırlıqdır. Qəlbin hazırlığıdır. Və Tanrı da bu məsələdə tam müstəqildir. Tam müstəqil. Əsas iki şeyə fikir verir. Mən fikrimi o üstə gətirirəm və növbəti mühazirəmiz, yekun mühazirəmiz elə bax bu iki şeyin üstündə qurulacaq. O iki şeyin adını çəkəcəm sizə. Krishna nəyə əsas götürür bütün bu şeylərdə? Vedaları öyrənməkdə, sərt zahirlikdə, xeyriyyətçilikdə, sitayiş etməkdə, qurbanlar icra eləməkdə, məhrumiyyətlərdə və s. və maddi, elmi texnik tərəqqidə, maddi nemətlər bolluğun yaradılmasında, komünizmdə, sosializmdə, kapitalizmdə. İnsanlar burada gör nələr eləyir. Bunların hamısında Krishna əsas iki şeyi götürür. Ona görə bizim elədiklərimizin heç biri əsas vermir ona görə ki, bizim məqsədimiz elədiklərimizə uyğun olmayanda bizim qəlbimiz, ürəyimiz ona hazır deyil ki, Tanrı orada təzahür eləsin. Özünün Krishna kimi o insanın qarşısında. Krishna Arjuna'ya bunu demək istəyir. Heç bir əsas vermir. Bildiniz mi? Deyəcəm, nümunə buydu, yadınıza gəlir deyəcəm. Qadınların ən ali həyatda ən yüksək istəyi ana olmaqdır. Ana olmaq istəyi qadınların hamısının canında əsas yer tutur. Ana olmaq. Fahişəlik eləməyi ilə də yenə əslində o ana olmaq istəyir. Əslində. Sadəcə olaraq cahil kişilər onların bu istəyindən sui-istifadə edirlər. Cahil kişilər qadınların bu cür ülvi istəyindən sui-istifadə edirlər. Onu götürürlər, istismar edirlər özlərinin seksual həvəslərinə. Amma qadın əslində ancaq ana olmaq istəyir və o analıq duyğusunda qadın özünün tam qadınlığını hiss edir və onu ifadə eləyə bilir. Qadın analıq məqamında. Ona qədər heç birində o özünün tam mənasında özünün o bioloji, fizioloji, psixoloji varlığını ifadə eləyə bilmir. Məhz analıq mövqeyində qadın özünü tamamilə ifadə eləyə bilir, vırajət eləyə bilir sibə. Ona görə qadınların hamısı əslində ana olmaq istəyirlər. Nə eləyirsə o ana olmaq istəyir, vəssalam. Ana olmaq və ana kimi də yaşamaq, qayğı göstərmək. Analıq da bilirik də kimdən gəlir? Analıq da Şrimati Radharani'dən gəlir. Krishna'nın nömrə 1 fədaisindən. Amma qadın desə ki, mən ana olmaq istəyirəm, bu qadını özünü gedir, giyinir birinci, həddi buluğa çatır, 18 yaşından keçdi, gedir, geyinir, keçinir, paltarın qəşəyi, bəzənir, düzənir, fikirləşir ki, bundan ana olurlar ki, ana olurlar mı? Yox. Qadın giyinsin, qız uşağı giyinsin, bəzənsin, düzənsin, hər şey eləsin, ətirlənsin və s. Bunların heç bir ona əsas vermir ki, o həmən də qanı olacaq. Yox, bu o deməkdir ki, o özünü hazır göstərir ki, mən hazıram ana olmağa. Düzdür? İndi yerdə qalır ki, hansısa bir özü yaşında bir nəfərin diqqətini cəlb eləsin, o bundan ailə həyatı qursun və ailə həyatı quran kimi desə ki, mən niyə ana olmuram, yenə də gülünsün. Deyəcəklər, belə olmur axı. Biz ana olmaq üçün ən azından 9 ay keçməlidir də ki, sənin bətnində uşaq düşmüsün, ruhi can düşsün, mayalanma baş versin, sonra da onu 9 ay böyüsün, 9 aydan sonra dünyaya gələcəksən, olasan ana. Elə deyil. Buna bənzər ki, məsələn, toxumu bastırdığın yerə həmən dəqiqə demirsən ki, mənə alma ver, alma ağacının toxumudur. Yox, gözləməlisən, sulamalısan, böyüməlidir, dikəlməlidir. Elə bir vaxta gəlib çatır ki, ağac tinç yekəlir, elə bir vaxta gəlib çatır ki, onun üstündə meyvə yaranır. Düzdürmü? Biz istədiyimiz hal. Bu da belədir ki, biz çox şeylər eləyə bilərik. Zahidlik eləyirik, bilik əldə eləyə bilərik, filan beş məkan. Bunlar yetişməlidir o məqama ki, haçan bunlar bizə necə əsas versin ki, biz Tanrını görək.
Üz-üzə, göz-gözə, bax belə. Onunla rastlaşaq. Çünki hamı Tanrını axtarır. Bu kainatda elə bir can yoxdur ki, Allah axtarmır. Bizim hamımız onu axtarır. İndi onu görmək üçün də bizim Krishna deyir ki, Arjuna deyir ki, mən həqiqətdə olduğum kimi görmək üçün bu yollardan heç biri yaramır. Amma bunlarsız da olmur. Bunlarsız da olmur axı. Sual eləyərlər ki, axı bunlarsız da olmur. Bunları da verən Krishnadır axı. Vedalar öyrənməyə də Krishna nəsihət verir. Oxuyun, kitab oxuyun, öyrənin, biliyi alın. Ha? Xeyriyyətçilik eləməyi də Krishna deyir Bhagavad Gita'da. Yagyadana tapa. Zahidlik eləməyi də deyir Krishna deyir ki, insan bədəni vermiş amma zahidlik eləsin. Hissi həzinə məşğul olmasın. Həzrət Məhəmməd Fensatullah deyir ki, bədəninizə rahatlıq verdikcə, komfort yaratdıqca ruhunuz istirab çəkir. Deməli, insan bədəni rahatlıq, komfort üçün nəzərdə tutulmayıb, zahidlik eləmək üçün nəzərdə tutulub. Yəni ki, cismizə məhrumiyyətlər verməlisiniz ki, könüllü sürətdə sizin ruhunuz dirçəlsin ki, sevgi də oradadır. Allaha olan sevgi. Onun ancaq qabiliyyəti var Allaha görsün. Düzdürmü? Və bunları verən də Krishnadır. Amma verə-verə də deyir ki, bunların heç biri yararlı deyil mənə görəsiz. Burada bir şey var, protivaresiya var, əkslik var. Yəni sən bir tərəfdən bu sadalananları insanların həyata keçirməyinin nəsihət verən Krishnadır da. Nəyi? Vedalar öyrənməyi Krishna verir, Krishna nəsihət edir. Biliyi al. Get ruhani ustaddan biliyi al. Tadvidi pranipatane pari prashna ve upadekşandı gyanam gyanastat vardaşam. Ruhani ustad nə verir şagirdinə? Bilik verir də. Krishna deyir get ruhani ustad yanına, biliyi al, veda biliyi. Bilik vedalar öyrənməyə də Krishna nəsihət verir, qurbanlar icra eləməyə də Krishna nəsihət verir ki, sən hökmən qurbansız deyir bu dünyada. Heç bir xoşbəxtlik əldə eləmək mümkün deyil. Krishna deyir. Xeyriyyətçilik eləməyə də Krishna deyir. Xeyriyyətçiliyin ən alisi Krishna haqqında bilik yaymaqdır. Mömin fəaliyyət, mömin olmalı da Krishna nəsihət verir, mömin olmalıdır insan. Möminlikdən keçməlidir. Sərt zahidlik eləməlidir. Bunların hamısını Krishna bizə nəsihət verib də. Hansılar ki deyir ki, bunların heç biri yaramırlar ki, mən görəsən. Elə bir ki, özü-özünə əks gedir Krishna. Yəni mən bunu yekun mühazirəsində açıqlayacağım. Niyə görə Krishna özü protivaresiya eləyir özü-özünə. Bunları elə deyəndə Krishnadır və bunların heç biri deyir yararlı deyir ki, sən mənə görəsən. Bu da deyən Krishnadır. İkisini də özü deyir. Deyir, dovşana qaç deyir, tazıya da tut. Növbəti yekun mühazirəmizdə bunu analiz eləyəcəyik. Kimin sualı olsa buyursun. Tanrı mərhəmət saatində çalışarıq izah edir. Hare Krishna.